Həzrət Əlidən gözəl bir rivayət var, Əmirül-Müminin Əli ibn Əbi Talib. İmtihana çəkilən bir insan üçün ən yaxşı şey ümidlə qurtuluşu gözləməkdir. Başına bir müsibət gəlib, ümidlə qurtuluşu gözləməkdir. Müsibət qədərində səbr etmək lazımdır. Səbir uğurun açarıdır. Allaha təvəkkül edən şəxs isə heç vaxt ümidsiz olmaz. Bax, bu sözlər çətinliklərə dözməyin və Allaha güvənməyin əhəmiyyətini vurğulayır Həzrət Əlinin sözü. Müsibətlər qarşısında ümidini itirməmək, səbr etmək, Allaha təvəkkül etmək insana daim uğur gətirər. Baxın, altına buyurur Mülk surəsi 14-cü ayədə. Məyər Allah qullarından xəbərdar olduğunu bilmirsənmi? O lütfkardır, hər şeydən xəbərdardır. O qəlbinə nə keçdiyini bilir. O sənin özündən daha çox sənə mərhəmətlidir. Səni sevindirən və kədərləndirən hər şeyi bilir. Sənin üçün faydalı və zərərli olan ən yaxşı bilən odur. Sən ona aidsən və ona dönəcəksən. Ona görə də rahat ol. Ona ümid bəslə Allaha və narahat olma. Sonra sizdən zərəri uzaqlaşdırırda bir də görərsiniz ki, bəziləri üz döndərər. Nəhl surəsi. Yəni Allah zərəri uzaqlaşdırır, halbuki o bildiyi halda ki, yenə də insan üz döndərəcək, yenə Allah zərərdən uzaqlaşdırır. Düşünün, bəs bir tək Allaha iman gətirən mömin, ona ümid edib ondan mərhəmət diləyən biri Allahın onu unutduğunu düşünə bilərmi? Hər zaman nədir? Rahat ol.